Salam hörmətli izləyicilər, Sibirizlə üzbəüz sizlərə möhtəşəm ev deyək, otel deyək. Kardeşim bir dənə qobrasında mən deyim, həqiqətən bir də buna baxın. Evin yanında hərəniz bir balaca görünürsünüz. O boyda nəhəy villanı bilirsiniz neçəyə çıxarılıb qiymətə? Neçəyə? 580 min manata deyilir, razılaşma yeri var. 26 sotun içində. Bəli. Dostlar, sənət kubtur xüsusi mülkiyyətdir. İnanın. Bir dənə baseynini göstər. Bəli, bağçadır, oteldir. 1, 2, 3, 4, 5 mərtəbədir qardaş, qarajı ilə belə. Gördüyümüz 26 sotun 26 sot, misal orada da tikililərimiz var. Buradan maşın promoy altına da girir. Garaj. Ətraflı göstəririk, ətraflı. Qardaşım, bu qarajıdır. Ən azından bir nə qədər maşın sığar əziz qardaşım? Garaj kimi də istifadə edə bilərsiniz. İdman zalı kimi də istifadə edə bilərsiniz. Bir də misal, özəlliyini nəyini deyim, lift də var. Lift yerdə nəzərdə tutulur. Bir dənə lift yerini yuxarıya qədər qaldır sənə əziyyət. 3 milyonluğa belə bir qaldır. 3 milyonluq belə heç inan ki şey yoxdur ha. Lift yeri qoyulmuş. Orada köməkçi otaqlarımız var. Köməkli otaq. Hamısı beton kolon. Dostlar, orada da bir dənə otağımız var. Xırda-xırda çəkmək ki, vaxt tikisidir. Qalxırıq yuxarı. İkinci mərtəbədənik, ikinci mərtəbədəyik. İkinci mərtəbəsində bu da balkon hissəsidir. Hələ demək, çəkilişimiz davam eləyir. Çək-çək, tutalmaq. Evin dörd bir tərəfi qardaş ağla ilə istifadə olunub. Evin əlində Həqiqətən, bu ikinci mərtəbəmizdir. Bax, həmi ligerlərdir, kolonlardır. Burada da otağımız var. Qardaş, artıq hər tərəfə çıxırsan, sanki qalır dəniz ayağının altında. Bax, buradan da dənizə panoramamız var. Hələ o yüksəklikdə görünəcək. O, yuxarıdan onda vurarıq dənizi. Bəli, Bəli, bizim gedirik ikinci mərtəbəmizdir. Qalxırıq. Üçüncü mərtəbədəyik, Ay, bu da üçüncü maşallah, maşallah. mərtəbəmiz. Gəl indi dənizi bu dəfə bir başqa cür gözəlliklə çək. Bax, otaqların da saylarını qobel göstərək. Bax, bu otaqda sanuzir yeri var. Burada bir dənə böyük şəkildə bir otağı var. Bir otaq buradadır. Bir otaq vaxt olmadığından tez-tez çəkib göstəririk ki, bu bizim baseynimizdir. Dəniz şu qalır ayağımın altında. Dostlar, Sibirizlə üzbəüz ən möhtəşəm yola da bir yaxın. Sibiriz yolundan da olar aramızda bir 100 metr məsafə. Qardaş, 4-cü mərtəbədə hələ yenə də qurtarmır çəkilişimiz davam eləyir. Xan sarayı. Yenə də bir otaq buradadır. Eyni. 2 dənə otaq burada, böyük zalı, zaldan balkona çıxışı. Otaqlar da hamısı dostlar bu qiymətə Kolonlara bir dənə baxın, hamısı betondan dizayniya tikilibdir. İnanın ki bir bina. Bölüb bunu mərtəbə sata da bilərlər. Alıb Qardaş, bölüb iş adamları üçün mərtəbə. idealdır, həqiqətən. Ofis kimi də istifadə edə Hələ bilərlər. 5-ə çıxmamışıq, 5-ə çıxmamışıq. Baba, dəniz ucu ayağın altında Ay, qalır. həqiqətən gözəl. Ofis kimi də istifadə edə Həqiqətən, bu cür bilərlər. sahəsinə baxın, 26 sot nə deməkdir? Ən böyük bir yer. Qalxırıq. Yenə də çəkilişimiz davam edir, yuxarı qalxırıq. Sonuncu mansarına. Bir dənə bu sal yuxarıdan aşağı bir dənə maraqlıdır Ehtiyatlı bir dənə bax, izləyicilərimizə. həqiqətən bu liftin Liftimiz. üstdən yeridir. Bir dənə də mansarı dəmirlə yığıblar. Təsəvvür et, keyfiyyət o qədər yüksəkdir. Kolonlar yoğun Dəmirlərlə yığıb. Bir dənə gör mansarı nə cür. Yəni bunun keyfiyyəti Əsas gəldik sürprizə. Sürpriz yəni mənzərəni buradan sürprizdən də əlavə bir dənə kolonların qalınlığında götür. Maşallah, həqiqətən. Bax da, bax, acana yaxınlaşdıram, ha, çox yox. Bax, dənizə bir dənə həqiqətən görüntünü özünüz də görürsünüz ki, nədir? Ha. Ha, dostlar, qiymət olaraq neçə oldu? Qiymət neçə idi? Qiymətimiz 580 min manat. Razılaşma yeri var. Kubcadır, xüsusi Kubcadır, mülkiyyətdir, bəli. yaşayış təyinatlıdır. 26 sotdadır. Kimə maraqlı olsa 050 798 98 99 bir dənə takibatı. Rəy yazın və əla fürsətdir. Valla əla fürsətdir. Zənginizi gözləyirik. Gözləyir.